Xəstəliyə yoxluğu, bu da bizi incidir bir musiqi kimi, illərin ifaçısı kimi, sənətçisi kimi bizi incidir və dərdimizdir, böyük dərddir. Deyir, Bakının dərdi var, Bakı xəstədir. Bugün musiqimizin dərdi var, musiqimiz xəstədir, onun müalicəsi lazımdır. Bizdə sağalmaz bir, deməzdim sağalmaz dərdə yoluxub, amma sağaltmaq olar. Biz birləşsək, hər birimiz, hər bir vətəndaş, mənə gəlir biz birləşəndə çox şey eləyə bilirik. Biz o bayağı musiqiləri repertuardan, ümumiyyətlə musiqi səhifələrindən, efirlərdən, sosial şəbəkələrdən yox eləməyə qadirik. Güc birlikdədir. İnşallah ki, Allah şəfa versin bizim musiqimizə, yenidən sağalar və yenidən dünyaya səs salır. Dayan! Mehmet Bağır Bardanın repertuarı, Zeynep Hanım repertuarı, sonra bilirsiniz Emin Sabitoğlu mahnıları var toyda səslənərək, Bərtağın, hətta Tofiq Quliyevin, Polad Bülbüloğlu'nun mahnıları toyda səslənir. Bizim xalq mahnılarımız, Seyyah üstündə nə qədər bizim aşıq mahnılarımız var. Şur üstündə, Bay Şiraz, Mahur, Çahargah, o qədər gözəl mahnıları, yəni oxuduqca bitmir də, bir toya sığmır. Ona görə biz çalışaq ki, elə öz musiqimizə dəyər verək. Və bayağı musiqilər onsuz da onlar tarixdə qalmayacaq, onu biləsiniz. O deyir, yabani bitkilər var da, onlar bar gətirmir. Həmin musiqilər də barsız bitkilərdir, ağaclardır. Sadə ağac da deməzdim, kol-kosdur. O zamanı gələndə solacaq, torpaq qarışacaq, yəni bir çürüntü olacaq inşallah. Əminəm, mən bütün sənət dostlarımdan, ifaçılardan rica edirəm ki, biraz repertuara fikir versinlər. Bəli, mən də maral oxumuşam. Maral da Türkiyədə yaşayan Azərbaycan xalqları var ki, orada İqdır və Kars tərəf. Orada yaranmış bir, artıq xalq mahnısına çevrilmiş bir mahnıdır. O da zamanında sevildi və bugün də sevilir. Mən də ona çox da bayağı deməzdim. Normalda mən onu ifa etmişəm və təqdimatı gözəldir. Ümumiyyətlə bayağı mahnı yoxdur. Bayağı təqdimat var, qeyri-peşəkar təqdimat var. Həmin o bayağı mahnıları bizə versələr, biz onu elə qəşəng belə gözəl, maraqlı, professional şəkildə təqdim edərik ki, yəni deyərsiniz ki, abi, yəni o mahnıydı bu. Yəni hər şey təqdimatdan asılıdır. Sensizlik mənə tənim, o tutup yanır içim, sanki bu dünya mənim, sən yanımda olanda. Mən çalışıram, yaxşı mahnılar oxuyum, yaxşı bəstəkarlardan mahnılar götürüm. Çox mahnılar təqdim edirlər, amma olmayanda da köhnə mahnılarımızda var da, unudulmuş mahnılar var ki, onları mən yenidən arxivdən çıxardıram və yeni aranjmanda xalqımıza təqdim edirəm. Yəni bu çətin deyil, bunu hər kəs bacara bilər. Bəsdir daha dözmürək, ya sevməni, ya da ölçük. Bəsdir daha dözmürək, bəsdir daha dözmürək, ya sevməni, ya da ölçək. Bəsdir daha dözmürək.